TV'də böyük inqilabi dəyişikliklər baş verməkdədir. Bu, Çində çox geniş yayılıb, mənbəsi oradan başlayıb və Rusiyada da artıq bu tipdəki yeniliklər davam etməkdədir. Məsələn, GPT chatlar, pasiyent ora müraciət edir, sual verir, xəstəliyin əlamətlərini deyir və bu süni intellekt onun xəstəliyinin diaqnozunu qoyur və hansı dərmanları qəbul etmək lazım olduğunu tövsiyə edir. Sonra sıfıravoy rəqəmsal apteklər var. Deməli, xəstə oturduğu yerdə rəqəmsal aptekə müraciət edir və GPT chatın dediyi dərmanları, təyin etdiyi dərmanları rəqəmsal aptekdən sifariş verir və rəqəmsal aptek birbaşa həmin dərmanları xəstənin, pasiyentin evinin qapısının ağzına gətirib çatdırır. Bu dəqiqə tip bu dəqiqə yüksək səviyyədə inkişaf etməkdədir və GPT chatlar, yəni süni intellektlər yaxın gələcəkdə ola bilsən ki, həkim kontingentinin böyük hissəsini, xeyli hissəsini, yarısını əvəz etsin. Artıq xəstə, pasiyent həkimlərə deyir, GPT chata müraciət edəcək, öz xəstəliyinin əlamətlərini deyəcək və bu süni intellekt onun verdiyi cavabları dəqiqləşdirir, əlavə suallar verir, hansı əlamətlər özündə hiss etdiyini dəqiqləşdirir və bunun nəticəsində diaqnoz qoyur və dərman da təyin etməyi bacarır. Və dediyim kimi dərmanı da bu yolda əldə edirlər. İndi bundan başqa stasionarda yatan xəstələr var, xəstəxanalarda. İndi gələcəkdə, məsələn, gələcəkdə deyəndə ki, artıq Rusiyada da bu baş verməkdədir. Həmin adamların xəstəxanada yatmasına, çarpayı tutmasına ehtiyacı olmayacaq. Onlar birbaşa evdə yatacaqlar və o rəqəmsal əlaqə yaradacaqlar, bu web kameralardan əlaqə saxlayaraq həkimlər web kamera vasitəsilə xəstəni müayinə edəcək, nəzarətdən keçirəcək, sorğu-sual edəcək, xəstə özündə duyduğu əlamətləri bildirəcək və ona təyin edilən müalicə də bu yolla davam etdirəcək. Daha dövlət tərəfindən bu böyük xəstəxanalar, çarpayılar saxlanmasına elə də ehtiyac qalmayacaqdır. Dediyimiz kimi, bu hazırda süni intellektin tipdə tətbiqi olduqca yüksək səviyyədədir və hələ ki bu bizə tam gəlib Azərbaycan gəlib çatmayıb.